Hər kəsə salam uşaqlar. Bu günlər yenə Xankəndiyə. Gördüyünüz kimi gecə vaxtıdır. Və istədim ki, Xankəndi cəmaatı ilə bir röportaj edeyim. Görüm Xankəndi onların xoşuna gəlirmi və bura gələndə ilk dəfə nə hisslər hiss ediblər? Hazırsanız başlayaq. İki uşaq durur, onlara yaxınlaşaq. Salam verirsiniz, yaxşı olar. Xankəndə qalsınız siz? Olar sizlə bir sohbət edək. Siz Xankəndi ən çox nəyə bəyənirsiniz? Zəfər Xankəndi, Piyano Xankəndi. Bəli, siz? Yəni sərinlik, dağlar, sərinlik. Havanın gözəlliyi. Bəli. Başqa məsəl üçün Xankəndiyə gələndə ilk dəfə nə istərsiniz? Maraqlı. Yeni torpaqlarda yəni almışam. Siz sevindiniz də qısasınız, bəli. Siz özünüz haralısınız? Beyləqan var. Beyləqandan. Beyləqandan uşaqlar var, buradan baxaq bizə məsələn. Onlar Beyləqan uşaqlar nə demək istəyirsiniz? Beyləqan uşaqlarına salam deyirəm. Beyləqan Allah'ın uşaqlarına sağ olsun. Allah canlarını sağ eləsin. Amin hamısıdır. Başqa sizdə nə demək istəyirsiniz bura? Obşa Azərbaycan torpaqlarına salamlar. Və qısaca biz də bunu deyək ki, Qarabağ Azərbaycandır. Qarabağ həmişə bizim olubdu, ürəyimizdə olubdu. Takip atıb bəyənməyi unutmayın uşaqlar.